Salam aleykum değerli izləyicilər. Deməli 3 dənə sudur. Bu özümüzün, öz həyətimizin suyudur. Bu qonşudan gətirmişəm. Bu da yağış suyudur. Bu da kəndimizin dağdan gələn sudur. İndi bilmirəm. Yəni tam dağın başından yox, kəndimizin özündən çıxan sudur. Bu isə dağdan çıxır. Dağın başından şılaqla gətiriblər həyətlərinə. Bu isə təbii ki, yağış suyudur. Mənə də maraqlandıran odur ki, görək bu su filtrləri satanlar deyirlər ki, su 20-30 olanda daha keyfiyyətlidir, nə bilim nədir. Mənə də maraqlıdır. Bax, gördüyünüz kimi bunu yağış suya salmışam, deyənib ola bilər ondan. Bax, 345. Arada görsən 330 göstərir. İndi bilmirəm ya aparatdadır səhv. Və 345. Bunu füyürəm, təmizləyirəm ki, o birisinə keçəndə qarışmasın. Bu qonşudan gələndir, 150 göstərir. Və bu gözəl sudur. Dadından da bilinir ki, bu dağdan gələn su çox dadlıdır. Bu da təbii yağış suyudur. 12-14. Demək olar ki, bunda cotluq yoxdur da. Yəni bu yağış, təbii yağış suyudur. Yəni mənə maraqlıdır, görək. Həqiqətən də bu suyun cotluğu nə qədər olmalıdır ki, insana ziyan verməsin. Ola bilsin ki, bu kətdən, dağın başından çıxır. Ola bilər hansısa faydaları olmaz, ziyan ola bilər insan içmək üçün. Amma bu bizim kəndin özündən çıxıbdır, özümüz turbana gətirmişik. Bu dağın tam başından. Amma bu isə təmiz yağış suyudur. Ha, bu da ki, gözəllik. Baxın. Mənzərə, bu bizim öz həyətimizdir. Yağış da yağır hal-hazırda. Baxın. Bəh, bəh, bəh. Quşlar da oxuyur adama. Çox ləzzət eləyir.